Salam, dəyərli tələbələr, hər birinizə xoş gördük. Mən İstimal Tədris Mərkəzinin informatika müəllimi Elmi müəllim. Bu gün sizlərlə tədris mərkəzimizdə keçirilən ümumi sınaq imtahanı 2 informatika suallarını izahına baxırıq. Başlayırıq elə 26-cı sual. Demək, qalxın yuxarıya. Məndən antivirus proqramlarının növlərini müəyyən edin soruşur. 26. Antivirus proqramların növləri deyiləndə biz bilməliydik ki, skanerlər, biz bilməliydik disk müfəttişlər, immunizatorlar, filtr proqramlar, redaktorlar, bunlar hamı antivirus proqramlarının növləri sayılırdı. Qaldı ki, kampanyan, sonra polimorf, bunlar, sonra bunların içərisində var, baxın, bunlar hamı sayılacaq bizə alqoritmik xüsusiyyətinə görə virusların növləri. Rezident virus bizdə sayılırdı. Yaşayış mühitinin yoxdur mövzusuna görə bunları çıxsaq, yəni biz buradan rezident altını çıxsaq, kampaniyanın polimorfunu çıxsaq, 2 2-ləri çıxdım, sonra 7-ni çıxıram buradan, qalır 1, 4 və 5. 1, 4, 5, 1, 3, 4. Baxırıq buradan müfəttişlər, filtr proqramlar, bir də detektorlar. Bunlar sayılacaq bizdə antivirus proqramların növləri. Doğru cavab olacaq bizdə C bəndi. Burada tez-tez gedir alqoritmik xüsusiyyətlərinə görə virusun növü. 27-ci sualda bizə deyir ki, cümləni seçmək üçün mətnin ortasında kontrol düyməsini və mausun sol düyməsini bir dəfə sıxmaqla cümləni seçə bilərsiniz. F8 düyməsini 3 dəfə sıxmaqla yenə cümləni seçə bilərsiniz. Gəlin bir yerdə bunu praktik olaraq da baxaq. Görək hələ hansı hallarla bunları ayarlaya biləcəyik. Açsam Word proqramını. Word proqramından mətin gətirirəm. İndi mən mətindən, hər hansı bir cümləni seçmək istəyirəm. Biraz yaxınlaşdırmış daha qəşəng görək. Deyək, bizim bu cümləmiz başlayır, burada bitir, burada bitir. Mən bu cümləni seçmək istəyirəmsə, Azərbaycan sözünün üzərinə gəlsəm, Ctrl düyməsini bir dəfə sıxsam, bütöv cümlə seçiləcək. Və yaxud klaviaturun F8 düyməsini 3 dəfə vursam, tam mətni seçmiş olacaq. Doğru cavabımız olacaq B bənd. Win Ctrl D kombinasiyası hansı funksiyanı yerinə yetirir? Tapşırıqlar cavabında burada Task View pəncərəsinə gəlsək, bu pəncərəni görürsünüz. Yuxarıda New Desktop'dan yeni ekran əlavə edə bilərsiniz. Və yaxud kombinasiya yolu klaviaturun Win Ctrl D düyməsindən istifadə edə bilərsiniz. Yəni, yeni iş masası əlavə edəcək biz. Yeni iş masası olub bizim cəbhəmiz. Digər variantlarımız yanlış variantlardır. İş masasını bağlamaq istəsəydik əgər biz Win Ctrl F4 düyməsi ilə bağlaya bilərdik. Excel proqramında mütləq ünvanlaşdırma nədir? Biz sizlə ünvanlardan keçəndə deyirdik Exceldə var idi. Boşluq burada deyənə burada yazmaq istəyirəm. Exceldə var idi nisbi ünvan. Nisbi. Var idi qarışıq. Qarışıq ünvan. Bir də var idi mütləq ünvan. Mütləq ünvan. Mütləq. Mütləq ünvan istər hərfin, istər də misal üçün A $2. Bu mütləqdir. Biz də demişdik ki, istər sütunun, istər sətr sabitləndiyi halda, mütləq olduğu halda sətr və sütun yerini dəyişə bilməzdik. Yəni, xananın yerini dəyişən zaman qiymət dəyişikliyi olmur. Xana qardı yeridir. Dəyişənin köçürdüyü xana yoxun dəyişməyə listidir. Doğru cavab olacaq abət. Qarışıq ünvanda bəs necə oldu? Qarışıq ünvanda dollar əgər sütunda var idisə, amma səthi olmamalıydı. Bu qarışıq ünvan idi. Nisbi ünvansa heç bir xanada
Yəni istər sətrin, istər sütunun qabağında dollar işarəsi olmurdu. Bu da orada nisbi. 30-cu suala baxsaq, hmm, 32 bit tərtibli diskretləşmə tezliyi 32 kHz olan səs kartın köməyi ilə 1,5 dəqiqəlik iki kanallı səs konteynerdaşında saxlanılır. Həcmin kilobaytdan göstərisi bizdən. Yəni həcmi yoxdur. Həcmi tapmaq istəyirəmsə, mən bit dərinliyini vurmalıyam kilohertzə, vurmalıyam ötürülən müddətə və bunun həcmini tapmalıyam. Bir də iki kanal dediyinə görə bunu bir dəfə vurmalıyıq nəyə? İkiyə vurmalıyıq bunu bir dəfə. Cavabımızı almaq üçün. İndi mən də gəlirəm buradan 32-ni vururam. 32 kHz olduğuna görə bu 32 min deməkdir. Yəni 32 vurulsun 1000 deməkdir. 32 min. Bir də 1,5 dəqiqə bizim 90 saniyəmiz imiş. Dəqiqənin saniyəsi isə 90 saniyə və 2 kanallı olduğuna görə bunu bir də vuram ki. Cavabımız 32 bit tərtibli olduğuna görə bitdən gəlməliyik biz nəyə? Kilobayt. Bitdən kilobayta gəlmək üçün biz bunu bölməliyik 213-ə. Yəni 8 vur 1024-ə bölməliyik. 1024-ə bölməliyik. Bax. Və bundan sonra cavabımızı həll eləməliyik, tapmalıyıq. İndi 32 2 üstü 5'dir. Bu da 2 üstü 5'dir. 2 üstü 5, 2 üstü 5, 2 üstü 10 eləyir. 2 üstü 10'da 1024 deməkdir. Mən 1024 ilə bunlara apara bilərəm. İxtisar. 8 ilə də 1000 aparsam, burada qalacaq 125. 125-i 2-yə vursam 250. 250-ni də 90-a vursaq, cavabımızı ala bilərik. Yoxlayaq. Bərabərdir. 250 vurur 90. Alınacaq 22.500. Doğru bənd olacaq. Bənd. Növbəti sual. Əmrə daxil olmaq üçün hansı taba müraciət etməyimiz lazımdır? Gəlin bir yerdə bunu müzakirə edirik. Buradan bu əmri tapmalıyam ilk əvvəl. Bu əmr bizə tanışdır. Buna oxşar əmr 2 dənə yerdə var. Söhbət Word proqramından gedir təbii ki. Mən açıram Word proqramını. Açdım. Bir əmr buradadır. Fayla gəlirəm. Buradan infoya gəlirəm. Protect document. Əmr burada var. File'dır. Doğru cavabımız olur. Deməli. Bəs başqa harda görə bilərik? Gəlin baxaq bir dəfə də. Mən review'ya gəlirəm. Review'da burada protect var. Bəzən buranı qatışdıra bilərsiniz. Ayrı-ayrı şeylərdir. Eyni şeylər deyildir. Qalan dizaynda, layoutda, home'da bunların heç birində yoxdur. Doğru cavabımız olacaq deməli. Növbəti suala baxsaq, elektron cədvəl söhbət Excel'dən gedir. Excel'in D1, D4 diapazonu. Biz bilirdik ki, 2 nöqtə olduğu halda aralıq deməkdir. Yəni buradan bura qədər olan aralığın qiymətlərini tapmalıyıq. Və diaqramla göstərməliyik. İndi məndə A3 plus B3 bölü 2 var. Mənim B3'üm bunlardan söhbət gedir. A3, B3. B3'üm 20'dir. 20'ni bölsəm 2 eləcək 10. Onun üstünə 30'u gəlsəm, burada olur 40. Burada olur 40. 3 rəqəm 40. Average C1, C3 diapazonundan söhbət gedir. C1-dən C3-ə qədər buradan bura qədər tapmalıyam mən və sayına bölməliyim. 25, 25 elədir 50. Üstə 10, 60. 60'ı 3'ə bölsəm buradan olur 20. 20. Countif şərtə görə saymaq deməkdir. A1-dən C4-ə qədər 30-dan böyük olanları məncə saysın. İndi A1-dən C4-ə qədər. Bax, bura qədər. Bu diapazonda olanları mənə saymalıdır. A1-dən C4-ə qədər 30-dan böyük olanlar 1, 2 və 3. 3 dənədir. 3 tapdıq 3'ü. 3'də vuracağım 5'ə. Cavabı olacaq neçə? 15. Buradan olacaq 15. Növbətisində
Buranı qoy silin. Qatışdırmayaq. Növbətçində A2 yenə ədəd orta məxrəc funksiyasıdır. A1-dən C3-ə qədər, C1-ə qədər üzr istəyirəm. A1-dən C1-ə qədər baxsaq, 15, 25. Bu alınır 40. 40-ın üstünə gəlirəm, 35 olur 75. 75-i bölsəm 3-yə də, buradan alır 25. 25. Məncə bütün qiymətlər aydındır. Elə baxanda da cavabı tapmaq olur. Bizdə ilk rəqəmin böyük olduğu diapazon 40-dır. İlk rəqəm 40-dan başlamalıdır. Yəni daha doğrusu böyük rəqəmimiz budur. Ondan sonra gələcək 40-dan kiçik rəqəm gəlir. Bunu elə A bərində olduğunu rahatlıqla görə bilirəm mən. Görsənir. Başqa cür bəs necə edə bilərik? Başqa cür bizim bu rəqəmlərimizin cəmini toplayıb 100% diaqrama tamamlamalıyıq. Gəlin bunu göstərim sizə. 40 20 elədi 60. 60 üstə 25 elədi 85 üstə 15. Bu da oldu 100. Bizim rəqəmlərimizin cəmi 100-dür. Əgər mənim 100 rəqəmi 100% diaqramı tamamlayırsa, onda mənim 40-ım neçə faiz tamamlayır? X faiz. Elə yüzlər ixtisar getsələr, burada x alınır 40. 40. Bunu tapdıq. Növbətçində yenə 100-dürsə, əgər 100% tamamlayırsa, onda elə çıxır ki, burada olan 20 də x tamamlayır. X tamamlayır. Yenə eyni qayda ilə bunlar ixtisar getsələr, burada qalacaq 20. Yenə 15 ixtisar getsə 100-dən qalacaq 15. 25 də ixtisar getsə bundan, yenə qalacaq elə 25-in üzü. Doğru cavab olacaq. Eyni şeyi təkrar və təkrar yazmaq istəmədim. Aşağıdakı şəkildə verilmiş lent qrupu hansı lent tabında yerləşir? PowerPoint-dan söhbət. Mən açıram PowerPoint proqramını. Word bağlayıram. Excel-də bağladım. PowerPoint proqramını aç. Demək, PowerPoint proqramında insert lent tabının media qrupu var. Burada media qrupunu görə bilirsiniz. Bir də bu əmrlər record lent tabında var. Record lent tabına fikir verirsiniz, bax burada necə görə bilərsiniz. Baxaq görək hələ qrupların nə fərqləri var. Baxın, söhbət bu qrupdan gedir. Bu qrup yerləşir record. Yemədir. Aşağıdaşlardan hansı mikroprosesorun əsas xarakteristikalardır? Söhbət gedir mikroprosesordan. İndi bunların içərisində keş yaddaşın həcmi mikroprosesorun əsas xarakteristikasıdır. Ondan sonra yerdə qalanlar iş etibarlılığı, qiyməti, işləmə sürəti, bunlar kompüterin əsas xarakteristikalarıdır. Mikroprosesorun əsas xarakteristikası deyil. Bir də burada var çap sürəti, bu da printerə aiddir. Burada olmalı. Verilənlər bazasında tələbələr haqqında məlumat daxil edilmişdir. İmtahan balı 88-dən kiçik və ya 88-ə bərabər olanları tapmalıyıq. Gəlin bunu buradan yazın. Bu quralı yazdım. Demək, imtahan balı 88-dən kiçik olanlar 1, 3 və 4. OR funksiyası var. OR bunların birləşməsidir. Orta balı 75-ə bərabər olsun deyirsə. Orta balı 75-ə bərabər olan 1 var, bir də 3 var. Bunu da 1, 3 olaraq ayarlayırıq. Bax, 1, 3. İndi bunların ikisini birləşdirsək ortaya çıxacaq 1, 3, elə 4. Nəsə gözümüzdən qaçmayıbsa, elə bunlar olacaq. 1, 3, 4. Və deyir ki, fizika olmayan, fən fizika olmasın. Not var qabağında ona görə. Və bunu ən ilə birləşdirəcək o birisini. Fən fizika olmasın. Fən fizika olanlar bunlardılar. 2-dir. Bir də fən fizika olan 4-dür. 2, 4-dən başqa 1, 3, 5. 1, 3, 5-dən əlaqələndiririk. Amma ortada nə var? Ortada əndləri var bunlar. Əndləri var. Ənd bunların ikisinin kəsişdiyi hissədən söhbət gedir.
Bunların ikisinin kəsişdiyi hissə 1-dən 3-dür. Doğru cavab olacaq evet. Alqoritmin sonunda B-nin hansı qiyməti çap olunacaq? A-ya qiymət mənimsədilib 4, B-yə də 4. 4 üstə 3 eləyir 7. A-nın yeni qiyməti oldu 7. B-nin də yeni qiyməti oldu 8. İndi A B-dən böyükdürmü? A 7-dir, B 8-dir. 7 8-dən böyükdür. Yox. Gəlirəm yox. 7 8-dən kiçikdir. Təbii ki, kiçikdir. Gəlirəm bu hissəyə. İndi B-nin qiyməti neçədir? 8. 8 üstə 5 gəlsən, B neçə alır? 13 qiymətdə alır. Kilobaytın 4də 1 hissəsində neçə məlumat, bayt informasiya var? Buraya yazıram bit, byte, kilobayt, megabayt. Elə kilobayt bizə lazımdır zaten usta. Mən kilobaytdan gəlməliyəm bayt. Kilobaytdan bayta gələndə mən 2 üstü 10-a vurmalıyım. Böyük ölçü vahidinə kiçik ölçü vahidinə gələndə 2 üstü 10 vuracaq. Amma məndə 4də 1-dir. 4də 1 kəsr xəttindən aşağıda olduğuna görə bunu götürürdük 2 üstü mənfi 2 kimi. 2 üstü mənfi 2-ni vururduq 2 üstü 10-u. Cavabımız alınırdı 2 üstü 8. Yəni cevət. Deyirdik qüvvət mənfədə olanda üstlər çıxır. İnternet resurslarının ünvanı bu şəkildə verilib. Burada hansı hissə resursun ötürülməsi üçün protokoldur? Ümumiyyətlə burada protokollardan danışanda ilkin mərhələdə yazılan həmişə ötürmə ilə bağlı olan protokollar ola bilər. Bu ola bilər hypertext transfer protokolu olsun, file transfer protokolu olsun, nə olacaqsa təbii ki. Bizdə də burada ötürülmə üçün zərb tutan protokol SMTP protokoldur. Cavabımız olacaq Y-bənd. Rabitə kanalı ilə birləşdirilən istənilən qoşalar üçün, yəni fiziki obyektlərdən söhbət gedir. Qarşılıqlı əlaqəsini təmin edən hansı səviyyədə olur? Nəqliyyat səviyyəsi. Ümumiyyətlə, nəqliyyat səviyyəsi OSI modelinin səviyyələrini bir-birindən əlaqələndirirmiş. Buranı təmizləyək, printerlə bağlı sualımıza bax. 35 səhifəlik sənəd bu formada çapla verilib. Tamam, bunlar burada yazılıb. Amma şərtə baxsaq bizə od birikdir. Od birik tək səhifəyə düş olur. İndi mənə bu verilənlərin içərisində tək rəqəmləri tapmalıyım. Tək rəqəm olacaq buradan. 4-ü çıxırıq zaten. 4 cütdür. 7. 7-dən 13 olduğuna görə olacaq 9. 11. 13. Sonra 19. 19. Aşağıdan yazıram. 21. 21. 23. 25. 35 səhifədir əgər bu 32 ilə 37 arasında yerləşən bir 33-dür. Bir də elə 35-in özüdür. Səhvlər olursa. Bir 33-dür. Bir də elə 35-in özüdür. Bizdə burada var 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 səhv. 10 səhv. İndi 10 səhifənin içərisində tapdıq səhifələrin sayı 10 səhifə. Baxırıq buradan 1-a 4-ə 2 səhifəlik məlumat yerləşir. Onu bölürəm 2-yə. Alınır 5. 5. Və print one side bir üzlüdür. 5 qar yerində. 5-də vuram buradan kopyanın sayını 3-ə. Cavabım alınır neçə? 15. Slaydın seçilmiş obyektinə verilən animasiya effektinin növü deyil. Mən yenə açıram PowerPoint-u. PowerPoint açsın. Demə belə. Gəldik buradan bizə görə nəsə var burada. Gətirim sevsin. Açıram buradan animation. Bizə deyir slide obyektindən söhbət gedir. Səhv eləmirəmsə sualda baxaq bir dəfə də. Deyir slaydın seçilmiş obyektinə verilən animasiya effektinin növü deyil. Baxaq animasiya effektlərinin növləridir. Burada var entrance, empazist, giriş, həyəcanlı, çıxış,
Bir de var motion pass. Bax belə. Qayıdıram bura. Giriş var. Motion pass var. Vurğu var daha doğrusu. Heyecanlanıcı, exciting. Çıxış var. Burada exciting yox idi. Doğru cavab olacaq bizdə D bəndi. IP1 fraqmentin düzgün ardıcıllığını göstər. Baxaq bir yerdə. Birinci yazıram elə A-nı. 17. A yazıram 17. 17. Ondan sonra nöqtə 254 yazsam B-ni. Sonra onu C-ni ardıcı yazsam düz gəlməz. B ilə C-nin olduğu ardıcıllıq səhvdir. O heç onu çıxar. Sonra keçək A-ya. A-nın dalınca yazıram buradan C-ni. C neçədir? 9 nöqtə 1 yazdıq. Ondan sonra D-ni yazıram. 2 nöqtə 18 D-dir. Bunu yazıram burada. D. Bir də sonda da nöqtə qoyuram. Yazıram buradan 254. 254. Bu da olacaq bizim B-imiz. B-imiz. Biz ümumiyyətlə IP numaranı danışanda bildiyi IP numaralar 4 hissəli olurdu. Bu aktetlər sayılırdı. Və aktet 0-255 arasında dəyişirdi. 255 aşağı bilməzdi. İlk aktetimizdə 0-dan başlaya bilməzdi. Belə IP numara ola bilər. Burada xəta yoxdur. Elə düz variantda budur. Hansı variantda raster qapqasına aid olan proqramlar verilmişdir? Baxaq birlikdə görək hələ. Bunlardan hansılar raster qrafik proqramlardır? Illustrator olmaz. PowerPoint Office proqramlarına aiddir. Aidiyyəti yoxdur heç. Ondan sonra Adobe Streamline bu rasterdan vektora keçid proqramıdır. Maya yox. Üstə proqramlardan çıxardılır. Təbii ki, onlar saymırdıq. Bir də baxırıq buradan doğru bəndimizə. Doğru bəndimiz olacaq elə bizim Y bəndimiz. Aşağıdakilərdən biri axtarış sistemi deyil. Axtarış sisteminin olmadığı elə mən gördüyüm abət. Alta Vista var. Yandex olar. Rambler bir də Bing. Bunlar axtarış sistemləridir. 45-ci sual. İstifadəçi D. Kitablar PDF informatika qovluğunda işləyirdi. Deməli, istifadəçi dediniz ki, 2 nöqtə, tərsləş, kitab, yenə tərs, çox yazmam, uzun, PDF, nöqtə, infoda iş görülmüş. Baxın, infoda iş görülmüş. Deyir bizə ki, sonra qovluq yolunda, yəni iyerarxik yolda 2 səviyyə yuxarı qalxdı. Bu buradaydı. 1 və 2 səviyyə yuxarı gəlib. Kitaba daxil olub. Yəni bu kitab qovluğunun içərisindədir artıq. Geri qayıdıb bura gəlmişim. Bura gəlmişim. Bax bura. Bura gəlmişimsə, mən buradan bunları çıxarda bilərəm də siyahıdan. Bunları çıxardıram siyahıdan artıq. Ondan sonra testlər qovluğundan bir səviyyə aşağı enir. Gəlir buradan testlər qovluğu. Testlər qovluğu. Və oradan Fatih adında açır Word file. İndi baxaq bir. Bizdən soruşur ki, istifadəçinin redaktə işləri apardığı faylın tam adını müəyyən et. Biz bilirdik ki, sənədin tam adını söhbət gedəndə sənəd özü daxil sayılır. İndi bizim buradan faylımızın yolu dediniz ki, kitablar, testlər, Fatih Tokisi olacaq. Bu variantımız da bizim yerləşir. Bu yox, bu yox, bu da yox. Dediniz ki, kitablar, testlər, Fatih. Yemədimiz olacaq. Aşağıdakilərdən hansı gəldiyi 5 açıq sualımız? Fayl menüsunda yerləşən əmr və kateqoriyalardır. Paste Home tabında idi. Clipboard mübadilə bu filmdə idi. Page Setup Layout tabında idi. Olmazdı. Styles yerləşirdi Home tabında təbii ki. Recent
fayl menusunun daxilində deyildi, göstəricəm hardaydı. Sonuclar deməkdir. Son 50 sənəd qardı proqramın daxilidir. Burada olacaq 2, burada olacaq 3, burada olacaq 5. Gəlin birlikdə baxaq. Word açdıq, fayla daxil olduq. Burada var export şeyə, ə, bir də account var orada, baxın burada. Recently burada yerləşib. Növbəti suala baxsaq, doğru fikirləri müəyyən edin. ADSL qoşulması zaman telefon xətti məşğul olmur. Təbii ki, olmur. Dial-up-da idi məşğul olurdu. ADSL-də məşğul olmur. Bir doğrudur. Curious. Şəbəkə resurslarını təmin edən kompüter server kompüter adlanır. Bəli. Əsas kompüter server kompüterdir. İnternet şəbəkəsinin əsas baza protokolu hypertext idi. Xeyr. TCP/IP-dir. Bu səhvdir. File transfer protokol elektron məktubların ötürülməsi protokoludur. Xeyr. SMTP ilə ötürülmə. Səhvdir. Yandex məşhur ingilis saytıdır. Yəni axtarış sistemidir. Xeyr, bu da səhvdir. Ruslarındır. 1-2 düzdür. Burada olacaq 1-2. Növbəti. 8 üstü 8 onluq ədədinin 16-lıq sayı sistemində təsvirindəki ilk rəqəmi ilə bu ikilik ədədinin cəmini tapın və onluq sayı sistemində göstərir. Bu 8 üstü 8 xırdalayıram 2 üstü 3 kimi, üstü 8 kimi. Bu olur 1 yanında 24 dənə 0. 1 yanında 24 0. Bir-birinə vurdu. Belə-belə yazsaq bunları geçsək 24 0 yazmış olacaq. Bax belə. İndi bizdən soruşur ki 16-lıq sayı sistemində ilk rəqəmi lazımdır. Bir yanında 24 sıfırı 16-lıda ayırmaq üçün 4 ayırmalıyıq. Yəni 24-ü bölürəm 4-ə, qalır 6 dənə sıfır. Deyək ki 24 dənə sıfır yazmışım. Bir də mən yazmadım. Deyək yazmışıq. Belə-belə yazsaq, alacaq 6 dənə sıfır. Bir dənə nə? Bir dənə 1. Bir yanında 6 dənə sıfır. Mənə deyir bunun ilk rəqəm. İlk rəqəm nədir? 1-dir. İndi bu ikili ədədini, bunun ilk rəqəmini tapdıq. Deyir onluğa gətirib cəmini hesablamaq lazımdır. Bu 10 ədədini mən 10 ədədini 2 ədədi. Onluğa gətirsən, ən rahat yol qüvvətlər qaydası idi yoldaşlar. Biz belə danışmışdıq. 1, 2, 4 və 8. Hansılar birlərin üstüdürsə, onları götürürdük. Eləyirdi 10. Burada 10 var, orada da 1 var. Toplasaq alınacaq 11. Doğru cavabımız 11. 49-cu suala baxsaq, verilmiş elektron cədvəl fraqmentinə əsasən C2 xanasının qiymətini müəyyən edin. Protot funksiyası ilk əvvəl bilməkdir, hasildir. If də şərt funksiyasıdır. Biz deyirdik, şərt ödəndiyi halda hə qoluna baxırdıq, ödənmədiyi halda isə yox qoluna baxırdıq. Bura baxırdıq. İndi biz baxaq bunun həlli. Gəlin dəyişim. A1 B2-dən böyükdür deyir. Baxaq hələ A1-imiz nədir? 25. B2-miz 23-dür. 25 23-dən böyükdür. Təbii ki. Böyükdür. A1 B2-dir. Aha. A1 ilə A2-ni toplayıram. A1 ilə A2-ni toplasam, bir dənə görüm buradan yazılmışdı. A1 ilə A2-ni toplayanda 25, 26 alınır 51. 51. Bir də protrakt hasilidir. Burada 4 var. 51 də vurmalıyam nəyə? Bu 4. Cavab olacaq 204. Bu da olur 204. Demək, bir dəfə də baxırıq. A1 A2-dən böyük olduğuna görə biz bu hissəni həll edirik. Bura baxmırıq artıq. A1 ilə A2-ni toplayırıq. 25 ilə 26 toplanır olur 51. 51 də vururuq burada qalan 4-ə. Cavab alınır 204. 4 gigabit neçə megabayt edir? Gəlin hesablayaq. Bunu xırdalayırım. 200-2 kimi. Gigabitdən gəlirəm megabayt. Megabayt. İndi mən gigadan megaya gələndə buradan yazıram sizin. Bit, byte, kilobayt, mega və gigabayt. Belə, yazdıq. Mən gigadan megaya gələndə 200 tona vurmalıyım. İndi 202-ni vururam 200 ton. 200 ton. Vurduq. Bir də bitdən byte-ə gələndə eləyəcəkdik. Baxın, bitdən.
Bitdən bayta gələndə 2 üstü 3 də fərq var idi. Bölməliydim nəyə? 2 üstü 3-ə. 2 3-ə. İndi 2 üstü 12-dən 2 üstü 3 çıxsa qalacaq 2 üstü 9. Yəni 512. Belə dəyərli tələbələr. Qarşıdakı dövlət imtahanında hər birinizdə uğurlar arzulayıram. Sağ olun, özünüzə yaxşı baxın.